Bugün Ağcabədi Möhkəmət qəsəbəsindəyik. Bir qəsəbədəyik ki, ona 4 şəhidi var. Axırıncı şəhidimiz terror olan Rəyal Məmmədov Vasıfoğlu'nun cənnətlər dəyişindən mövlududur, 29 yaşı olur bugün. Bugün onun evindəyik, öz evində, öz doğum ocağındayıq. Deyişlərsiniz, özü bu öldüyü ocaqda olmuyor. Yaşamadığı üçün bugün ata-ana, öz ailəsi, gözəl balası, yoldaşı ona bugün 29-cu cənnətlər mövludunu qeyd edirlər, özü olmadan. Bugün özüncə bir fəxrdir, qürur bilir, atanın ananın yanına gəlməyi, bugün burada olmağı, Rəyal qardaşımızın mövludunu nəşrəş etmək bir qürur fəxrdir. Bugün ata-anaya baş sağlığı veririk. Allah sizə səbir versin, Allah sizə dəyməsin. Dəyişilməyən cənnətlər mövludunu mübarəsin qardaşımızın. Rəyal komandır olub, özü çox yaşlı olub. Axırıncı şəhidimiz olub, Antiterrorun İnda qəsəbəsinin. Bugün bir fəxrimizdir, bir qürurumuzdur Rəyal. Allah Rəyalın timsalında olan bütün şəhidlərimizə rəhmət etsin. Allah şad olsun. Bugün özünə bir boş verib, bu evdə, bu ocaqda, bugün Rəyalın ev muzeyində, evində olub, onu ziyarət etməyi, onun şəkillərini, onun belə gözəl əşyalarına baxmaq bizə bir qürur, bir fəxridir. Bugünkü gündə ananın, atanın yanında olmaqda mənfi bir qürur. Allah sizə səbir versin, Allah sizə dəyməsin, Allah sizi var eləsin. Siz yaşayın ki, onun babasını yaşayırsınız. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Oradan da Rəyal antiterrorun axırıncı şəhididir. Allah Azərbaycan xalqının axırıncı şəhidi eləsin. Heç bir ataya, anaya belə xəbər qismət olmasın. Arz edirəm ki, antiterror şəhidi Azərbaycanın axırıncı şəhidi olan kimi heç bir evə, ocağa şəhid xəbəri qismət olmasın. Allah dövlətimizin bayrağını uca eləsin. Allah prezidentimizi qorusun. Və arz edirəm ki, Rəyalın ki, yadigar körpə balası qalır. Ömrü verən Allahdır. Davamçısı da bizi. Bunların körpələrinin hayatını çəkin, boya başa çatdırın, əllərin çörəyə çatdırıb, bundan sonra da ömrü də yenə verən Allahdır, nə qədərinə ona ömür verər, mən də bunların qayğısını çəkərəm, boya başa çatdıraram. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qardaş sənin də qardaşına Allah rəhmət eləsin, Xolud qardaşımıza, o da şəhid olubdur Tərtər döyüşlərində. Arz edirəm ki, heç bir elə oğuya, belə bəd xəbər, şəhidli xəbəri göstərməsin, bildirməsin. Çox sağ olun, varız gəldiyiniz. Bugün Rəyal yafalatmayam ki, eyv edilməyəm ki, fərq yoxdur. Mən yenə deyim ki, deyirəm ki, şəhidlərin hamısı bizimdir. Sənin ürəklə, qəlbən deyirəm, hansı evə gedəm ki, mənfi bir ziyarətçi. Allah ailəyə də səbir versin, ana da öz sözlərindər. Təəssüflər olsun ki, sağlıqlar iştirak eləmir bu ad günündə. Allah yerdə qalan balalarını uzun ömür versin, can sağlığı versin. Hər birinizə ayrı-ayrılıqda sizə təşəkkür edirəm. Sağ olun, var olun. Şəhid sevərlər, duyaq sevərlər, hər biriniz var olun. Allah sizdən razı olsun. Şəhidlərimiz ən gözəl zirvədədir. Onları yenə də yaşatmaq, uzatmaq, danışmaq onlar haqqında gözəl sözlər demək, siz şəhid sevərlərin boynuna tutun. Allah hamımıza kömək olsun, duyarımıza da qəni-qəni rəhmət eləsin. Bugün təəssüf ki, bu evdə yaşamadı, olmadı, Allah balalarına qismət eləsin. Allah gün o gün eləsin ki, ramalımız bu evdə oysun, böyüsün, boya başa çalsın, gözəl əskərliyinə geçsin, toyun eləyək inşallah əzizlərimizin iştirakı ilə. Allah bütün şəhidlərimizə rəhmət eləsin, canınızı sağ eləsin, sizə də sağ ol deyirəm, çox sağ olun. Bugünkü bu günümüzdə, ağır günümüzdə gəldiyiniz üçün hamınıza sağ ol deyirəm. Bugün bizim borcumuzdur ki, bugün sizin yanınızda, sizin kimi gözəl atan, ananın, gözəl
bizim fəxrimiz Royalın evində, ziyarətində olmaq. Bugün biz qürurla qapını açıb, qürurla gəlmişik, gəldik də. Hər bir şəhidin evinə girəndə mənim üçün bir doğma, bir əziz, bir fərdi, istilikdir. Ona görə ki, bu gün gəlişinlə Cənnətlər Mövlududur, Royal qardaşımızın 29-cu bəyər nəzər ziyarətində də dedim. Bizim borcumuzdur ki, hər bir zaman sizin kimi gözəl ata-analar huzuruna getmək, Royal qardaşımızın gözəl huzurunda gelib iştirak etmək bizim böyük qürurdur, fəxridir. Biz onu fəxr edirik, qürur edirik. Niyə? Ona görə ki, bizim qürurumuzdur bunlar. Kardeş, o dövlət xoşbəxt dövlətdir ki, o dövlət irəli gedən dövlətlərdəndir ki, o dövlətin torpaq uğrunda şəhid verir. Ona görə dövlətlərin bayrağının cərgəsində Azərbaycan bayrağı ucalır. Erməni sözü deyiləndə nə qədər alçaq, xoşa gəlməz iş var, hamısı o erməni sözünün içindədir. Artıq söz demək lazım deyil, ancaq erməni deməli ən mundar millətdir. Azərbaycanda o ev yoxdur ki, ora o şəhidin xəbəri çata, onlar məyus olarlar. Adi bir dənə bir cücə ayaqlanır, ölür, onun məyus olursun. Gəl gör, idmançı bala itirəsən. Doğrudan da ağır dərddir. Mən özüm şəxsən qapının ağzında 50 qəpik itirmişəm. Hər girib çıxanda mən onu axtarırım. Gəl gör, belə idmançı bala itirəsən. Namərd gözü çıxmış ermənilər. Bugün bir də bir söz deyim ki, Royal qardaşımızın 2 dənə gözəl balası, biri qızı, biri oğlu qalıb. Allah onlara uzun ömür versin. Bu gözəl evdə Royal özü olmayıbsa onun balalarını xeyirşir, gözəl toyları, gözəl uğurlar olsun deyirəm. Allah sizlərə səbr versin bir daha. Cənnətlərin mübarək olsun. Sağ ol. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yerləri cənnət olsun.